Hər vaxtınız xeyirli olsun. Mən Məntiq müəllimi Elbrus Həşimov. Bu videoda sizlərdən 14 iyun tarixində magistratura üzrə bütün üçüncü şans imtahanına düşmüş sualların neçə sualların izahını vermiş olacağam. Yay qruplarına qatılmaq üçün qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Keçək sualların izahına. Diqqətlə baxsaq, birinci sual anagram sualıdır. Hərflərin sırası pozulmuş 5 sözdən 4-ü arasında məntiqi əlaqə vardır. Fərqli sözü göstərin. Diqqətlə baxsaq, burada E variantı məsələn cəsarətdir. Cəsarət. B variantı səmimilik. Səmimilik. B variantı səxavət. Yəni qəbullarda belə sözlər düşüb anaqramla bağlı. 2021-ci ildə səhv eləmirəmsə, bu da çalışqanlıq. Çalışqanlıq. Bunlar hamısı xüsusiyyətlərdir deyək. A variantı təbii ki, fərqli variant olacaq. Yəni A variantında kolleksiyaçı olacaq. Kolleksiyaçı. Və fərqli variantını A variantını biz götürə bilərik. Keçək növbəti sualımıza. İkinci sual Futoşki ilə bağlı sualdır. Yəni çox rahat sual. Forması sadəcə axırda biz demək, axırda bu A, B, C və D-ni tapandan sonra da aşağıdakı olan şərtləri yoxlamalıyıq. Hansı doğrudursa, təbii ki, burada doğru olanları yazıq. Hansılar doğrudursa, onları biz seçməliyik. Keçək sualın izahına. Şərti bilirsiniz artıq, yəni sıfırdan izah vermirəm. Baxın, bu iki kiçik dikimdən ya 4 ya 3 olmalıdır. Təbii ki, 3 ola bilməz, çünki sətirdə 3 var. Deməli, məcbursunuz ki, bura 4 yazmağa. A-nın qiyməti tapılır. A-nın qiyməti 1 olur. Yazıram kənarda. A bərabərdir 1. Ondan sonra diqqətlə baxsaq, burada nə var başqa? Məsələn, biz birlərə görə tapa bilərik. Birlərin yeri və yaxud dördlərin yeri. Biz bilirik ki, 1 kimdənsə böyük ola bilməz. 1 həmişə kiçik olmalıdır. Düzdür? Biz bu sətirdə 1-i tapa bilirik. 1-in yeri bura ola bilməz. Karandaşla göstərdiyim yer. Birinci yerdə ola bilməz. Deməli, burada ola bilməz. C-nin sağı. Çünki yuxarıda 1 var. Deməli, məcburuq C-nin yerinə 1 yazaq. Yəni, C bərabərdir 1. Ondan sonra biz nəyə baxa bilərik burada başqa? 1-in yerini biz növbəti sətirdə tapa bilərik, yoxsa yox? Bəli, tapa bilərik. 1-in yeri burada yazıla bilməz, çünki 1 kimdənsə böyük deyil. 1 burada olmaz, burada olmaz. Çünki burada sütun üzrə birlər var. Deməli, D-nin yeri 1 olmalıdır. B bərabərdir 1. Ondan sonra keçirik ki, biz nəyə baxırıq indi? 4-lərin yerinə baxa bilərik və yaxud 3-lərin yerinə baxa bilərik. Yəni, fərqli formada, qarışıq formada baxmalıyıq. Məsələn, burada görürük ki, bu xana yuxarıdakından böyükdür. Görək ipucu varmı burada? Təbii ki, 4-3 yazılacaq da elə. Birinci sütunda 1 və 2 tapılıb, bax, elə 2 rəqəm lazımdır bizə. Bu da 4 böyükdür 3-dən. Bunlar yazılmalıdır. Ondan sonra, məsələn, burada yenə böyük işarəsi var. Burada da böyük işarəsi var. Biz bilirik ki, demək, ancaq 4 böyük olur hər hansı bir rəqəmdən. Birlər də bu arada tapılıb hamısı. Biz 4-ü bu sətirdə tapa bilirik. Bunu hardan tapa bilirəm? Çünki biz bura 4 yaza bilmərik. Çünki 4 kimdənsə balaca deyil. Bu 3-ün sağına, yəni burada 4 yaza bilmərik. Yuxarıda 4 var. Deməli, B-nin qiyməti birbaşa 4 olur. B bərabər 4. Hərfləri tapdınız. İstəsəz yoxlamaq üçün axıra kimi də doldura bilərsiniz şərti. İkinci sətirdə deməli belə deyək də 1 və 2 çatışmır. Bu sətirdə 3 və 2 çatışmır. Biz 3-ün yeri bilirik ki, bura ola bilməz. Yuxarıda 3 var. Bura 3 yazırsınız, bura 2 yazırsınız. Ən yuxarısı 1 olur. 2, yəni yuxarı 1-dən böyükdür və bu sətir tamamlanır. Yəni bu xananın yerinə 2 yazmalıyam. 4, 2, 1, aşağı düşəcək 3. Və 1, 3 tapılıb deyə bura 2, 4 lazımdır bizə. 2 kiçikdir 4-dən və sualımız hazırdır. Yəni belə. Ondan sonra da şərtləri yoxlamaq lazımdır. Diqqətlə baxsaq, biz hərfləri onsuz da sağ tərəfə yazmışıq, qeyd eləmişik. Bu qədər sadə. Bunu da 30 saniyə ərzində, 20 saniyə ərzində qoyursunuz yerinə. Hansı şərt doğrudursa, həmin cavabları götürürsünüz. Yəni, məsələn, A vur B. Yəni, bu arada hamısı 1-dir, bir dənə B4-dür. Belə yadda da qalır, əslinə qalsa. 1 vurulsun 4, elir 4. Bunu da vurmalısınız C plus D-nin cəminə, yəni 2. 4 vur 2, 8 elir. 8 də kiçikdirmi 8-dən? Təbii ki, kiçik deyil, yəni. Ona görə də biz nə edirik? 1-i götürmürük. 1-i götürmürüksə, B variantı getdi, E variantı getdi. Sonra burada yazıb A böl B. Yəni, 1 böl 4. Yəni, yazıram. 4 də 1. Görürsünüz, A böl B yaz birincidən. Burada bölmə işarəsi yazıb. Mən o bölmə işarəsini belə yaza bilərəm də. Belə yazaq da kəsə çəkmək. Bölünsün C plus D yazılıb burada. C plus D necəmi bilirsiniz ki, 2 elir. Ədəd bölünəndə ədədə ikinci ədəd tərsinə vurulur da. Yəni, vurmaya keçib tərsinə vurulmalıdır, bilirsiniz. Bu 2-nin altında 1 var deyək.
O zaman 4'te 1 vurulsun, 2'də 1 yazırıq da 8'də 1. İndi bilirik ki 8'də 1 kiçikdirmi 4'də 1'dən? 8'də 1 kiçikdir 4'də 1'dən, bəli. Biri var bir konfeti 8 yerə bölərsən, biri var bir konfeti 4 yerə bölərsən. Təbii ki, böyük olan, sərfəli olan hansıdır? Budur. Deməli, bu çoxdur da. O zaman 1 böl 8 kiçikdir 1 böl 4'dən. Deməli, biz 2-ni götürməliyik doğru variant kimi. 2-ni biz götürürüksə artıq C variantı çıxmış olur. Ondan sonra 3'ü yoxlayırıq. 3 əgər doğrudursa cavab A variantı olacaq. Deməli, A vur B yazdıq burada. 1 vur 4. 4. Buna vurmalısınız C minus D'nin fərqinə. C minus D fərqi də bizə 0 verirdi. 4'ü 0'a vurduqda yenə 0 edir. Həqiqətən doğrudur. Yəni 3 bizdə doğru variant olacaq. 2-3 doğrudursa təbii ki, birbaşa A variantını götürürük və vaxtımızı itirmirik. Keçirik növbəti sualımıza. Kivi və limonun birlikdə çəkisi bananın çəkisi ilə eynidir. Bu riyazi bir sualdır əslində qalsa. Düz məntiqi yolla da biz bunu edə bilərik. Deyir ki, kivi. Üstə gələk limon. Birlikdə çəkisi bananın çəkisi ilə eynidir. Bərabərdir banan. Ondan sonra 2 kivinin çəkisi, yəni 2 vurulsun kivi, yəni 2K. 2 kivinin çəkisi banan və limonun birlikdə çəkisi qədərdir. Yəni bərabərdir banan plus limon. Bərabərdir banan üstə gələk limon. Biz bunu riyazi olaraq eləsək, baxın B bərabərdir K plus L görürsünüz. O zaman buradakı B-nin yerinə biz K plus L yaza bilərik. Yəni 2K kənarda yazıram. 2K bərabərdir. B-nin yerinə K plus L yazıram. K üstə gələk L plus L. Burada K keçsə bərabərin soluna K. Deməli, bir dənə gözləyək. Nəysə səhv yazdım. Deməli, B bərabərdir K plus L. Bunun yerinə yazıram K plus L. Plus L yazmalıyam. Bura minus L yazmışam. İndi K bərabərdir 2 elə. Vəssalam. K-nın 2 el olduğunu biz biliriksə, biz bu K-nın da yerinə burada 2 el qoyuruq. Qaydırıq indi. K-nın yerinə 2 el qoyuruq. 3 el bərabərdir B olur. 3 el bərabərdir B. Və biz bununla da ki, neçə limonun çəkisi bananın çəkisinə bərabər olar? Elə 3 limonun çəkisi bananın çəkisinə bərabər olardı. 3 el bərabərdir B ifadəsi bizə bunu verir. Vəssalam. E variantını biz tapmış oluruq. Yaxşı, bunu bəs riyazi olaraq əvəzləmə falanla elə bilməsəz, nə etmək lazımdır? Qiymət atmaq lazımdır. Düz qiymət atma bəzən çətin də ola bilər. İndi yoxlayaq. Məsələn, biz burada düz qiymət qoymaq biraz çətin ola bilər əslində qalsa, alınmaya bilər. İndi yoxlayaq görə alınır yoxsa yox. Ola bilər bəlkə almayım, videonun uzanmasını istəmirəm. Deməli, məsələn, mən olsam buna elə bir qiymət verməliyəm ki, B ilə elin cəmi 2K versin bizə. B ilə elin cəmi böyük ehtimal cüt verməlidir bizə. B ilə elə qiymət verməliyəm ki, cüt olsun və 2K-nın qiymətinə bərabər olsun. Deməli, belə eləyək. Biz elə 1 versək, elə 1 versək, elə 1 versək, B 3 verərik, o zaman K2 olar. Düzdür, belə eləsək. Və burada K-nın 2 qiyməti buranın 4 qiymətinə bərabər olur və həqiqətən də elin 1 qiyməti, B-nin 3 qiyməti həqiqətən əla. Yenə 4 olur. 4 bərabərdir 4-ə, 2 bərabərdir 2-yə. Daha doğrusu yuxarıda 3 bərabərdir 3-ə hazırdır. Və deməli, belə çıxır ki, neçə limonun çəkisi, yəni limonun neçə çəkisi bərabərdir B-yə? Limonun çəkisi 1-dir, B-nin çəkisi 3-dür. Limondan neçə olmalıdır ki, B-yə bərabər olsun? Deməli, 3 dənə olmalıdır da yenə. Təbii ki, bunu riyazi yolla eləmək daha sərfəlidir mənə görə. Düzdür, məntiqi yolun, qiymət qoyma yolunun da öz nəyi var? Təbii ki, yeri var. Keçdik bu suala, 4-cü sual. Mətnin məntiq təhlili ilə bağlı sualdır. Əslində qalsa çox rahat idi. 2-3 dəqiqə ərzində belə alınan bir sual forması həqiqətən də. Keçək sualın izahına. Sadəcə sualı diqqətli oxumaq lazımdır, başa düşmək lazımdır, şərtləri yad saxlamaq lazımdır. Bu dediklərimi eləsəz, ondan sonra sual istənilən mətn təhlili çox rahat şəkildə və sürətli formada alınır. Futbol komandasının ölkə daxilində qazandığı FUT və beynəlxalq arenalarda qazandığı BOL kubları komandanın ofisindəki vitrində nümayiş etdirilir. Birinci bu cümləni başa düşmək lazımdır. Deyir ki, ölkə daxilində, deməli FUT bunlar belə deyək də kuboklardır. BOL da kuboklardır və sadəcə FUT ölkə daxilində qazanılan kuboklardır. BOL bunlar ölkə xaricində qazanılan, yəni beynəlxalq arenalarda belə deyək. Ölkə daxilində yox, beynəlxalq arenalarda qazanılan belə deyək də BOL kuboklarıdır. Bunun fərqini bildik. Vitrin 3 rəfdən ibarətdir və rəflər yuxarıdan aşağı. Yəni bəzən tələbələr bəlkə belə eləyənlər də var, amma bizdə demirik aşağıdan yuxarı, yuxarıdan aşağı nömrələnməlidir. 1, ikinci rəf, bu da üçüncü rəfimiz. Yuxarıdan aşağı. Bunu da bildik. Rəfdən biri boş da ola bilər. Bu deməkdir ki, bir dənə rəf boş ola bilər və yaxud ikinci rəf boş ola bilər. Üçüncü rəf boş ola bilər. O cümlə bizə vermir ki, hökmən bir dənə rəf boş olmalıdır. Yəni, ola da bilər, olmaya da bilər. B və L eyni rəfdə yerləşməyib. Biz bunu yadda saxlamaq üçün belə eləyə bilərik. B, bir dənə dairə alıram ayrıca, L ayrıca dairə alıram.
Ya da ki belə elək də altında qoyaq. Yəni B-nin altında L olmayacaq bu arada. L yuxarıda da ola bilər, aşağıda. Sadəcə bunu özüm belə qoydum ki, yadımızda qalsın ki, B, L ayrı-ayrı olmalıdır. Yəni eyni rəfdə ola bilməz. Yanaşı ola bilməz də belə deyək. F kuboku L-in yerləşdiyi rəfdən yuxarıdakı qonşu rəfdə nümayiş etdirilir. L-nın yəni başında F olmalıdır, yuxarısında yəni belə deyək. Özü yazıb orada F kuboku L-in yerləşdiyi rəfdən yuxarıdakı qonşu rəfdə nümayiş etdirilir. O kuboku ikinci rəfdə yerləşmir. O kuboku var ha. İkinci rəfdə yerləşmirsə, bura bir dənə qəşəngcə O yazıram. Üstündə xətt qoyuram ki, yadımda qalsın ki, ikinci rəfdə O ola bilməz. Ölkə daxilində və ya beynəlxalq arenalarda qazanılan kubokların hər üçü eyni rəfdə nümayiş etdirilmir. Ya bu nə deməkdir? Ölkə daxilində və ya yazılıb ha burada diqqətlə baxın. Yəni ölkə daxilində olan kuboklar F, U, T deyil. Onlar eyni rəfdə ola bilməz. Üçü də eyni ola bilməz. Və yaxud beynəlxalq arenalarda qazanılan kuboklar yoxdurmu? B, O və L. Bunlar üçü də eyni rəfdə ola bilməz. Bunu demək istəyir bizə. Və növbəti, əgər üçüncü rəfdə beynəlxalq arenalarda qazanılan kuboklar nümayiş etdirilmirsə, yəni üçüncü rəfdə biz beynəlxalq arenalar B, O, L-dir. B, O, L-i bura qoya bilmərik deyir. Avtomatik onun yeri tapılır. Onun yeri haraymış? Birinci yerimiş. Düzdür? Bəli, düzdür. Bir də ki, biz bilirik ki, L-nın yuxarısında F olmalıydı. Bu yazısı gəlirsə yazmışdım. Biz L-nı axı bura qoya bilmirik axı. Məcburuq L-nı hara qoyaq? L-nı məcburuq ki, 2-yə qoyaq. 1-ə də qoya bilmərik, ondan yuxarı heç kim yoxdur. L-nı məcbursuz bura qoymağa, F-də məcbursuz bura qoymağa hazırdır. Sadəcə bunu bir dənə yad saxlayın ki, o ölkə daxili olan qazanılan kuboklar F, U, T, beynəlxalq arenalarda B, O, L. Bunları ayrı-ayrı yad saxlamalısınız. Vəssalam. Ondan sonra biz burada bilirik ki, B-nin yerini, B ilə L nə idi yazısı gəlirsə, B, L bir-birindən ayrı yerlərdə olmalıdır. Və biz bilirik ki, üçüncü yerdə B ola bilməz. 2-də də ola bilməz. Deməli, məcbursunuz ki, B-ni bura qoyarsınız. Burada kimin, hansı kuboklar tapılmır? F tapılıb, onun yeri tapılmır, bilinmir. Bir də T-nin yeri bilinmir yəni. Biz götürüb U ilə T-ni, məsəl üçün, qoya bilərik ikinci rəfə. Onsuz da F ayrıdırsa artıq UT burada ola bilər də. Burada bizə deyir ki, ölkə daxilində və ya beynəlxalq arenalarda qazanılan kubokların hər üçü eyni rəfdə nümayiş etdirilir. Yəni F, U, T eyni anda bir rəfdə ola bilməz. B, O, L eyni anda bir rəfdə ola bilməz. Onsuz da ola bilməzlər. Biz burada onları tapmışıq ayrıca. Onu ayrıca tapmışıq, F-ni ayrıca tapmışıq. B də belə deyək də beynəlxalq arenalarda da onsuz da ayrılıb. Biz burada U ilə T-ni belə qoya bilərik. U ilə T-ni ola bilər ki, hamısını bura qoyaq. Ola bilər ki, oynantını hər ikisini üçə qoyaq. Ola bilər ki, t-ni bura qoyaq, unu bura qoyaq. Yəni bilinmir də onun yeri dəqiqdir. Bu oynantı bilinmir yəni. İndi bizə deyir ki, hansı mütləq doğrudur deyir. Deyir ki, axırda nə deyir? Əgər üçüncü rəfdə beynəlxalq arenalarda qazanılan kuboklar nümayiş etdirilmirsə bunu bildik. Hansı kuboklar cütünün eyni rəfdə yerləşdiyi mütləq doğrudur. Hansı kuboklar cütünün? Kuboklar cütü ola bilər ki, ölkə daxilinə görə deyir. F, U, F, T və yaxud U, T və yaxud ola bilər ki, beynəlxalq arenalara görə deyir. B, O, O, L və yaxud B, L. Burada biz görürük ki, məsələn, ancaq mükafatlara baxsaz, yəni kuboklara təkcə baxmaq istəsəz, deyirsiniz ki, müəllim, o F də ola bilər, düzdür, amma variantda o F yoxdur da onsuz da. O B ola bilər, bir də FB ola bilər. FB də onsuz da yoxdur da, yəni tək biz kuboklara baxsaq, onsuz da məcbur ki, OB-ni götürək də onsuz da. Yəni biraz çaşdırıcı məqam var, amma yenə də onsuz da variant biz götürmək olsaq, OB orada kuboklar cütü eyni rəfdə yerləşir. Yəni bizə burada konkret olaraq ölkə daxili və yaxud beynəlxalq arenanın kuboklarını deyirdi. OB hər ikisi nədir? Beynəlxalq arenada qazanılmış kuboklardır. Yəni bu iki dənə cüt bir rəfdə %100 doğrudur. Yəni onsuz da burada bəllidir ki, %100 doğru olan budur. Yəni 3 dənə kubok, bir də L ikinci yerdə olmalıdır. P ilə onun yeri bəlli deyil. Onların aqibəti bilinmir yəni. Keçdik növbəti sualımıza. Beşinci sual aşkar operativ sualı çox rahat sualdır. Beşinci sualın həllinə baxaq. Deməli, diqqətlə baxsaq, A böyüdü 0 olduğunu bilərik. Deməli, diqqətlə baxaq, A-nın 0-da olduğunu bilərik. Yəni, A böyükdür 0. A 1 ola bilər, 2 ola bilər, bilmirik. Burada deyir ki, 5A kvadratı 80-ə bərabərdir. Burada A-nı tapmaq üçün A mənfi də ola bilir axı, riyazi olaraq. Ona görə o şərti qoyub. 5A kvadratı bərabərdir 80. Biz bilirik ki, kvadratın solu kvadratın soluna bərabərdir. 5A kvadratını bərabər edirik 80-ə. A kvadratı bərabərdir 80-lə 5-i ixtisar eləsək 16 dəfə düşür səhv eləmirəmsə. A da burada plus minus 4-ə deyir. Biz orada müsbət rəqəmi götürməliyik. Ona görə bu şərt var. A-nın qiyməti 4-sə qoyuruq yerinə 3 vur 4 12 üstə gələk. 4B kubu da bilirsiniz ki 108-ə bərabərdir. 4B kubu bərabərdir 108-ə. B kubu da bərabərdir 108-i biz 4-ə bölməliyik. Bu da eləyir 26 yox, 27 daha doğrusu. 27 edir. B də bərabərdir 3-ə təbii ki.
B-nin qiyməti 3 isə burada B-nin yerinə 3 qoyursunuz. Bu edir 12. Və 12 ilə 12-nin cəmi təbii ki 24. Yəni 30 saniyəlik bir sualdır əslində qalsa çox rahat. Rahat bir aşkar operator sualıdır. Keçirik növbəti sualımıza. Növbəti sualımız qatlama sualıdır. Bu sual forması 2000 testdə də təbii ki mövcuddur. Yəni Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu üzrə olan 2000 testi. Orada 600 məntiq testi var. Orada qatlama sualı var. Deməli, diqqətlə baxsaq, burada deyir ki, əvvəlcə 1-1, sonra 2-2, sonra 3-3, 4-4. Burada düz onun önəmi yoxdur, amma yenə də biz burada bir-bir baxmalıyıq variantlara və təbii ki, demək, rəqəmlər, yerlərə. Yəni, hansı xətt hara gedir. Bunu təxmin də edə bilərsiniz. Şərt bir hamısını qatlayasınız. Məsələn, burada rahat biz görürük ki, bu 3, bu hissəni biz belə deyək də, bunu bura qatlamalıyıq yuxarıya doğru. Bu kvadratı bu yana doğru qatlamalıyıq bu hissəyə. Ondan sonra burada alınmış bütün xəttləri hamısını bura qatlamalıyıq sual içərisinə doğru. Burada alınan şeyləri hamısını bura qatlamalıyıq. Yəni 4 dənə qatlama olacaq burada. Biz bunları bir-bir də baxa bilərik əslində qalsa. Demək, biz baxırıq məsələn bunun güzgüsü hara düşür? Bu sağa doğru güzgüsü. Burada nöqtə qoyduğum yeri yəqin ki görürsünüz. Misal üçün bunu qırmızı ilə də göstərə bilərəm sizə. Məsələn belə deyək də. Biz bunu görürük, bu qırmızı ilə işarə edəcəm və bunun simmetriyası təxmini eyni məsafədə, təxmini buralara düşürdü hardasa. Belə həmin formada, yəni sola doğru simmetriyası, sağa doğru simmetriyası kimi belə düşməlidir aşağıda. A variantında görürsünüz, yoxdur həmin hissə. Ona görə A variantı nə etməlidir? Çıxmalıdır. Ondan sonra biz nəyə baxa bilərik burada? Bu nöqtə qoyduğum simmetriyada yanına düşməlidir. Bu belə olmalıdır təxmini. Yəni bitişik olmalıdır. Burada biz görürük ki, burada hələ ki var variantlarda hər birində, E variantında da olmalıdır, var. Ondan sonra nəyə baxa bilərik biz burada? Məsələn, bunun simmetriyası var burada, bu xətt var burada. Bunu biz bu arada köçürtmüşük. Buna işarə qoyaq ki, bunun simmetriyası. Düz gəlib düşəcək bura. Görürsünüz, variantlara bir-bir baxmalısınız. B-də var, D-də var, E-də var, C-də var. Eyb yoxdur. Bu xətt qırmızı ilə qoyduğum işarə. Bunun simmetriyasını biz verərik hara? Təxmini sağa simmetriyasını verdikdə təxmini buralara düşür hardasa. Belə düşməlidir. Və bu hər bir variantda diqqətlə baxsaz var. Bir dənə hələ ki A variantını çıxmışıq. Biz gəlin bunun simmetriyasına baxaq. Bu qırmızı ilə qoyduğum simmetriyasını biz yuxarı ilk öncə bunu aparmalıyıq. Bunu yuxarı doğru simmetriyasını verəndə təxmini bura düşür. Deməli, təxmini bura düşür bu formada. Bunu belə düşür, düzdür? Bu formada düşür və bunu da biz bu qırmızı qoyduğumuz bir dənə bunun sağa da doğru simmetriyasına aparsaq, bunun sağa doğru simmetriyası təxmini belə olacaq. Variantlarda bura olmalıdır və tərslikdən bütün 4 dənə variantın 4-ü də var. Yəni bu sual biraz səbr tələb edir. Yəni düşünürsünüz ki, almazsınız, amma alarsınız. Variantlar biraz oxşuyur bir-birinə. Ona görə cavab çıxmaya bilər. İndi bu qırmızı qoyduğum simmetriyanı, bu qırmızı qoyduğum simmetriyasını aparsaq, düz gəlib düşür bura və baxırıq ki, variantların hər birində var. Sonra məsələn bunun simmetriyası. Bunun simmetriyasını yuxarı aparsaq, gəlib düşür bura. Bundan sonra bunu sağa doğru aparmalıyıq. Bunun da sağa doğru simmetriyası təxmini buralara düşməlidir. Burada xətt olmalıdır sağda. Hər iki variantlarda var, bir dənə C variantı. Görürsünüz, nəhayət tapdıq da, yəni məqsəd tapmaqcı tapılacaqdır sual. Görürsünüz, orada xətt yoxdur. Ondan sonra hələ biz buralara yuxarılara baxmamışıq. Və bu qırmızı qoyduğum simmetriya, bu qırmızı qoyduğum simmetriyasını siz aşağı doğru aparsanız, təxmini buralara düşür. Belə bir şey olmalıdır. B-də var, D-də var, E-də də var. Eyb yoxdur, qoy olsun. Bir dənə buna baxaq indi. Bunun simmetriyası var burada. Çəkə bilmirəm onu. Biraz balacalaşdırım şəkli. Yəqin ki, görə bilirsiniz. Deməli, biz burada baxsaq və bu simmetriyaya baxsaq, diqqətlə, bu qırmızı qoyduğum simmetriya, bunun simmetriyasını biz aşağı doğru köçürsək, həmin format belə olmalıdır. Bu formada olmalı təxmini. Belə olmalıdırsa, hələ ki variantlar qalır. 3 dənə variantımız vardı da. Ondan sonra məsələn, biz bunu aparaq. Bunu aparsaq yox. Bunu aparsaq onsuz da çıxmır cavabımız. Deməli, şifa ilə baxmaq olar əslində qalsa buna. Biz məsələn bunu aparaq. Bu xətt var burada qırmızı. Bunu aparsaq sola simmetriyasını bura düşəcək. Bunun da aşağı doğru simmetriyası təxmini bura düşməlidir. Sol hissədə belə xətt olmalıdır. Yenə variantlar içərisində var. Biz burada çətin yerlərə baxmalıyıq. Təbii ki, Dövlət İmtahan Mərkəzi çətin yerləri verə bilər. Məsəl üçün buna baxsaq, bu xətt var burada. Bu hissəni versək və bu qırmızı qoyduğumuz simmetriyanı biz sola doğru aparsaq, məsafə eyni olmalıdır. Görürsünüz, məsafə 2 kvadrat, burada 2 kvadratı ötürürəm, həmin simmetriyanı qoyuram bura. Gördünüz, bunun simmetriyası bura düşdü. Bunu da aşağı doğru simmetriyasını verəndə təxmini belə düşməli. Görürsünüz, bu xətti görürsünüz, qoydum, indicə qoyduğum xətt. Variantlardan. Variant olaraq D-də var, D-də var, demək var. El variantında da var. Görürəm o xətti. Məncə var. Bəli.
Edə də var. Eyb yoxdur, olsun. Sonra biz keçək, məsələn, biz burada nəyə baxa bilərik başqa? Məsələn, biz burada baxa bilərik, belə deyək də, bu xəttə baxaq. Və bunun simmetriyası, bu qırmızı qoyduğum simmetriyanı bir dənə sola versək simmetriyanı, belə düşür. Bunu da aşağı doğru simmetriyanı versəz, hardasa gəlib düşür, bu aşağılara düşməlidir və buralara düşməlidir və hansı formada düşəcək? Təbii ki, belə düşməlidir. Bu formada olmalıdır və variantların hər birində var. Sonra keçək, məsələn, bu xəttə. Belə deyək də, bu xəttə baxsaq və bu xətt, bu dənə bu qalıb burada. Bunun simmetriyası var. Bu qırmızı qoyduğum, incə qoyduğum qırmızının simmetriyasını biz sağa aparsaq, təxmini və buralara düşəcək. Belə bu formada olmalıdır simmetriyası. Və variantlara baxsaq, nə görürük biz variantlardan? Variantlarda hər birində var hələ ki simmetriya. Belə də var həmin yer, yəqin görürsünüz. Burada da var, belə də var, elə də var, dədə də var. Hamısında var. Bir dənə variantımız da var. Sonra başqa bir hissəyə baxaq, fərqlənmir. Məsələn, biz buna baxaq indi. Bu qırmızı qoyduğum simmetriyanı götürüb yuxarı aparsaq simmetriyasını, həmin fiqurun simmetriyası bu formada düşəcək. Bu indicə qoyduğum qırmızı formasına düşəcək. Bunu da siz sağa doğru simmetriyasına aparırsınız. Təxmini bura düşəcək həmin simmetriya. Belə olmalıdır. Variantlara baxıram. Variantlar içərisində bu xətt harda var? Orta hissədə belə bir şey olmalıdır. Deməli, orta hissədə bu formada olmalıydı. Yəqin düz yazdım da. Deməli, bunun simmetriyasını yuxarı aparanda, aha, biraz tərs qoydum xəttin. Deməli, bu qırmızının simmetriyasına baxmışdıq. Bu qırmızı fiqurun simmetriyası bu formada daha doğrusu düşəcək. Bu formada daha doğrusu düşməlidir. Tərs qoymuşdum bayaq. Bu formada düşəndən sonra bunu da sağa doğru simmetriyasını biz versək və 3 dənə kvadrat var burada. Burada 3 dənə kvadrat təxmini buraxanda biz bunun simmetriyasını verməliyik. Onun da simmetriyası bu formada düşəcək əslində qalsa. Bu formada düşməlidir. İndicə qoyduğum qırmızı formada. Variantlara baxırıq və hələ ki nəhayət E variantı çıxdı. Və indicə qoyduğum qırmızıya görə B variantında həmin xətt var. D variantında həmin xətt var. E variantında yoxdur, görürsünüz. Həmin xətt E variantında yoxdur. Ona görə E variantı getdi. Qaldı burada B və D variantı. Nəhayət çıxararıq təbii ki cavabı. İndi biz baxaq, məsələn, burada hansı formada, hansı xəttə baxaq, hansı xətt qaldı, belə deyək də. Məsələn, biz burada fərqli variantlar arasında baxsaq, düz xətt mi fərqlidir, yoxsa əyri xətt fərqlidir? Baxaq bir dənə. Fikir versəz, belə bir xətt var burada, görürsünüz. Burada belə bir xətt var. Düzü variantlar arasındakı fərqə də baxsaz olar. İndi onu tapmaq lazım təbii ki. Burada D variantında belə bir fərq görürəm. İndi biz ancaq bu xəttlərə baxaq ki, variant çıxsın. Ya B olacaq, ya D olacaq. Məsələn, mən bu xəttə baxsam və burada belə bir xətt var. Özü də künc tərəfdədir deyə. Məncə həmin o xətt bu olar elə. Bir dənə buna baxaq. Bu xəttə baxaq. Bu xətti biz indicə qoyduğum simmetriyanı biz bu yana versək belə düşəcək o. Bu formada düşəcək bura. Bunun da simmetriyasını biz aşağı versək və bu qırmızı qoyduğum xəttin də simmetriyasını biz aşağı versək, təxmini buralara düşəcək. Belə bir xətt olmalıdır. Və belə bir xətt, diqqətlə baxsaq, elə əslində qalsa belə bir xətt olmalıdır. Belə xətt elə B variantında var. Bu xətt görürsünüz, həmin xətt incə qoyduğum xətt buydu əslində qalsa. Səhv eləmirəmsə buydu. Bəli, buydu. Və bu xətt olmalıdır. Fikir versək, həmin xətt və belə xətt olmalıydı axı. Yoxdur D variantında. Deməli, D variantı olmayacaq təbii ki. Sualımızın doğru cavabı B variantı olmuş olur. Keçirik növbəti sualımıza. Sualımızın doğru cavabı B variantı. Keçirik növbəti sualımıza. Demək, növbəti sualımız indi uyğunluqla bağlı bir sual formasıdır. 7-ci sual. 7-ci sualda deyir ki, ixtira olunan hansıdır, kəşf olunan hansıdır? Bunu biz ayırmalıyıq. Ümumiyyətlə, ixtira olunan, kəşf olunan təbiətdə, belə deyək də, olan şeylərdir. İxtira olunanlar isə insan tərəfindən ixtira olunan şeylərdir. Məsələn, saat olsun, fərq eləmir. Protezin elə özü olsun, birə uyğun gəlir D variantı. Kaleidoskop. Kaleidoskopu bilməsəz belə nədir? Sonu skop olduğuna görə mikroskop, teleskop bilirsiniz ki, bunlar təbii ki, ixtiralardır da belə deyək. Ona görə də E variantı D, E variantı uyğun gəlir. Elektromagnetizm, ionosfer, glukoza. 1 ABC, 1, daha doğrusu 2 kəşf olunan. 2 ABC, ABC. Kəşf olunan da ABC-dir deyə 2 ABC, 1 DY olmuş olur. Yəni sualımızın doğru cavabı deməli 1DY, 2ABC. Yəni sualımızın doğru cavabı hansıdır? 1DY. Deməli 1DY, 2ABC C variantı olmuş olur. Keçirik növbəti sualımıza. Bu arada qeyd edim ki, mən suallara ümumiyyətlə baxmamışam. Yəni ilk dəfə olaraq suallara izah verirəm deyə ola bilər nisbətən gec izah vermiş olum. Keçirik növbəti sualımıza. Yəni hazırlaşmamışam belə deyək. Ümumi olaraq baxmamışam ümumiyyətlə suallara. Keçirik fiqurla bağlı sual formasına baxırıq indi. Burada fikir versək, romb həm burada birinci sətirdə var. Yəni buna romb kimi yox, elə ümumi şəkil kimi baxaq. Bu şəkli görürsünüz qırmızı.
saat əqrəbi istiqamətində, daha doğrusu saat əqrəbi istiqamətində fırlanır, 90 dərəcə gəlib düşür bura. Görürsüz? Həmin o qırmızı qoyduğum bu hissə fiquru da yenə biz saat əqrəbi istiqamətini 90 dərəcə fırlatsaq, yəni bu formada. 90 dərəcə fırlatsaq, həqiqətən bu dəfə bura düşür. Yəni bir dəfə birinci sütunda, üçüncü sütunda, bir dəfə ikinci sütunda. Yəni ayrı-ayrı sütunlarda olmalı. Digər fiqurlara da baxsaz məntiq eynidir. Biz birbaşa cavab almalıyıq axı. Cavab almaq üçün də biz baxmalıyıq hansına? Təbii ki, buna baxmalıyıq. Bu fiquru biz saat əqrəbi istiqamətində 90 dərəcə fırlatsaz, həqiqətən də bunu alacaqsınız. Bu şəkli. Bu şəkli də siz saat əqrəbi istiqamətində 90 dərəcə fırlatsanız, həmin o 4 dənə künc belə bu formada düşməlidir. Və bu formada olmalıdır səhv eləmirəmsə. Yox, bu formada yox. E, 90 dərəcə fırlananda daha doğrusu bu formada olmalıdır. Həmin o 4 dənə künc var ha. Yəni A kimi, bir də D kimi olmalıdır. Qalan variantlar çıxır. Yaxşı, A ilə D arasında fərq nədədir? Ştrixləri görürsünüz. Ştrixlədir məsələ. Məsələ daha doğrusu. Ştrixləri tapmaq üçün biz sətr üzrə baxsaq, ümumi olaraq üfüqi xəttlər görürsünüz. Görürsünüz, hər sətirdə üfüqi xəttlər var. Görürsünüz? Ancaq üfüqi. Deməli, sual şəklində üfüqi xəttlərdən ibarət olmalıdır. Ona görə siz A-nı götürməzsiniz, D-ni götürərsiniz. Yəni bu da 30 saniyə uzaqbaşı 1 dəqiqəlik sual oldu təbii ki. Keçirik növbəti sualımıza. Bu 9-cu sualda deyir ki, hansı bizə kvadratı verir? Kvadratı götürmək üçün də bunun ən rahat yolu nədir? Bunun ən rahat yolu siz kənarda özünüzdən kvadrat qurmamalısınız. Belə bu verilən nümunələr içərisində yəqin ki, ya biri artıqdır, ya ikisi artıqdır. Təbii ki, 1 ilə 2 bizə heç vaxt belə deyək də kvadrat verə bilməz, mümkün deyil. Burada yəqin 3 dənə hissəni biz birləşdirməliyik. Burada siz nə etməlisiniz? Özünüzdən bunu görürsünüz. Məsəl üçün bu 4-ü kvadrata çevirməlisiniz və yaxud 2-ni kvadrata çevirməlisiniz və yaxud 1-i siz kvadrata çevirməlisiniz. Məsələn, 1-i siz kvadrata çevirmək üçün ya bunu tərəf götürməlisiniz, o zaman kvadrat olmalısa 90 dərəcə yaranmalıdır. Belə bir şey olmalıdır. Və burada məcburdur ki, belə bir şey olsun. Yəni, nəsə görürsünüz, o deyil. Onun formatını dəyişdirin də. Şərt deyil ki, siz o bir tərəfi kvadrat götürəsiniz. Bəlkə kvadratın yan tərəfi budur. Bu xətti görürsünüz. O zaman biz bu formada e, davam edə bilərik. Kvadrata çevirə bilərik bunu bu formada və cavab axtarmağa çalışmaq lazımdır. Görə ödürmür. Nəsə görürsünüz, alındıra bilmirsiniz. Eybi yoxdur. Keçirsiniz başqa bir fiqura baxırsınız. Məsəl üçün 2 nömrəli fiqur olsun. Məsələn, 2 nömrəli fiqurda rahat görsənir ki, bu tərəfdə kvadrat, yəni bir tərəfidir. Bu tərəfdə kvadratın bir tərəfidir. Bəlkə biz bunu davam etdirək. Biz bunu 2 nömrəlini biz davam etdirsək, buradan belə bir çıxıntı gəlir və biz tez düşünməliyik ki, bu çıxıntı hara uyğun gələ bilər. Yəni böyük ehtimal 3 nömrəli fiqura uyğun gələ bilər. Biz bu kvadratı tamamlasaq bu formada. Təxmini bu kvadratik formada tamamlasaq. Burada rahat görsənir ki, bu üçbucağı biz davam elətdirsək, həqiqətən də bir dənə 3 nömrəli fiquru biz almış oluruq balaca üçbucağı və bu fiqura baxırıq ki, görürük ki, həqiqətən də bizim 1 nömrəli fiqurumuza oxşur. Bu da 2 nömrəli fiqur və təbii ki, cavabımız 1, 2, 3 olmuş olur. Yəni 4 artıq olur. Ona görə E variantı sualımızın doğru cavabı olmuş olur. Keçirik növbəti sualımıza. Demək, kubla bağlı sual forması, yəni çox rahat sual təbii ki. Deməli, biz diqqətlə baxsaq, belə suallarda siz qarşı-qarşı üzlərə görə də baxa bilərsiniz, ya da ki, qonşu üzlərin formatına baxa bilərsiniz. Burada, məsələn, qarşı-qarşı üzlərə görə baxsaq, dairə ilə bu gül işarəsi nədirsə, dairə güllə qarşı üzlərdir. Eyni anda görsənə bilməzlər. B variantı eyni anda görsənir, E variantı eyni anda görsənir. Sonra eyni zamanda deməli bu işarə ilə, bu nöqtə qoyduğum işarə ilə iki dənə x olan eyni anda görsənə bilməz. Bunlar eyni anda görsənə bilməz axı. Həm də ki, üzlər bir-birindən fərqlənirdi onsuz da. Bu necə bununla qarşı-qarşıya görsənə bilsin ki? Deməli, A da çıxdı. Eyni zamanda fikir versək, B də çıxır. Və avtomatik olaraq C variantı sualımızın doğru cavabı qalır. Yəni, çox rahat, çox bəsit. Bunu biz düşünə də bilərik. Fiquru var, fiquru. 180 dərəcə fırlatmalısınız başaşağı dərəcə. Başaşağı formada. Biz buna belə deyək də, buradan yol çıxsa ox bura gəlir. Buradan görürsünüz, ox çıxır gəlir bura. Görürsünüz, x əgər x-in yuxarısı buna belə baxsaq, yəni ya da 3 kimi baxaq da ən rahat formada. 3 kimi biz buna baxsaq, 3-ün yuxarısında 2 dənə x var. Buna siz 3 kimi baxanda onun yuxarısında həqiqətən 2 dənə 3 var. 2 dənə x var. 3-ün yuxarısında 2 dənə x var. Bu fikir versək, bu ox var ha, sol tərəfə dönsə dairə gəlir. Bu oxumuz da sol tərəfə dönsə həqiqətən bu üzün yeri dairədir. Bu dairə gəlib düşəcəkdi onsuz da aşağı. Belə də baxmaq olar əslində qalsa, amma təbii ki, bu sualı
qarşı üzərə görə birbaşa çıxa bilirik. Bu videonun davamını da biz demək növbəti izah videosunda verəcəm. Kanalımıza abunə olmağı unutmayın ki, bu videonun davamına baxasınız.